gün ölkənin hər yerində olduğu kimi Göyçay rayonunun məktəblərində də son zəng keçirilib. Göyçay naminə olaraq biz də rayonun 20 yanvar şəhidi olan Mehman Muradov adına 4 saylı tam orta məktəbində keçirilən Əlvida Doğma Məktəb adlı son zəng proqramını çəkib sizlərə təqdim edirik. Keçirilən son zəng proqramında məktəbin meydanına ilk öncə 11-cilər dəvət alıblar. Daha sonra isə məktəbin ən kiçik şagirdləri olan birincilər dəvət olunub. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarında keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndirilmiş və dövlət bayrağı məktəbin meydanına gətirilmişdir. Ardınca məktəbin direktoru Elşad Əliyev öz çıxışı ilə tədbiri açıq elan etmiş, məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq onları fəxri fərman ilə tərtib etmişdir. Daha sonra məzunların və birincilərin hazırladığı birgə rəqsləri tədbir iştirakçılarında böyük marağa səbəb olmuşdur. Tədbirdə məzunların iştirakı ilə qəhrəman şəhidlərimizin fotoları nümayiş etdirilmiş və hər məzun bir dilək tutaraq əllərindəki şarları havaya buraxmışlar. Biz də Göyçay naminə olaraq 2024-2025-ci tədris ilində məzun adını daşıyan bütün gənclərə uğurlar arzulayırıq. Əziz məzunlar, gələcək həyatınızda səsiniz ali məktəblərdən gəlməsi ümidi ilə məzun adınız mübarək. Etibar Bəşirov, Göyçay naminə.